Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdahu. Vessalatu vesselamu ala men la nebiyyə bədə. Əmmə bəd. Davam edirik. Muxtasar Siratur Rasul sallallahu aleyhi və səlləm adlı Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimahullahın risaləsini. Və bugün də 28-ci dərsdir. Və qalmışdıq Allah Resulü sallallahu aleyhi və səlləmin Mədinəyə hicrət etməsi mövzusunda. Və Allah Resulü sallallahu aleyhi və səlləm Mədinədə qərar tutduqda Allah Teala onu oradakı möminlərlə gücləndirdi, yəni ənsarlarla. Və əlləfə beynə qulubihim ba'dəl ədəvə və aralarında ədavəti deyir, qaldıraraq qəlblərini birləşdirdi Allah Teala. Ənsarların yəni. Və mənəəthu ənsarullahi minəl əhməri vəl-əsvadi rumməti Əl-Ərəb vəl-Yəhud. Və həmin o ənsarlar, yəni bu dini Allah Resulü sallallahu aleyhi ve səlləmi qorudular, qırmızısından da, qarasından da, yəni bunlar əcəmindən, ərəbindən yəni qorudular, yəni ərəblərdən də, yahudilərdən də. Onlar isə birləşdilər düşmənçilikdə, birləşdilər müsəlmanlara qarşı. Vallahu ya'muru rasulahu vel mu'minin bil keffi vel affi ves safh. Və Allah isə öz rəsuluna və möminlərə əmr etdi. Əff etsinlər, əl çəksinlər, yol verməsinlər, yəni. Hətta qavaytı şuka ta o vaxta kimi ki güc toparlayana qədər. Fehinə izin əznə ləhum fil qital. Və o zamandan sonra Allah Teala onlara izin verdi döyüşməyə. Və ləm yuferridhu aleyhim, lakin fərz də etmədi. Yəni döyüşməyə izin verdi, lakin fərz də etmədi. Necə ki Allah Teala buyurur: "Uzinə lillezine yuqatiluna bi annahum zulimu və innallaha ala nasrihim laqadir." Həcc surəsi 39-cu ayədə Allah Teala buyurur ki, döyüşənlər üçün izin verildi. Yəni döyüşə izin verildi kimlərə? Kimlər ki zülmə məruz qalmışdılar və bilsinlər ki, həqiqətən Allah deyir, onlara yardım etməyə qadirdir. Və bu ilk ayədir, döyüş barəsində nazil olan. Həcc surəsi 39-cu ayə. Thumma furida aleyhim qitalu men qatalahum. Və bundan sonra növbəti mərhələ döyüşənlərə qarşı döyüşmək. Yəni birinci mərhələ nə idi? Zülmə məruz qalarsansa döyüşürsən. İkinci mərhələ isə döyüşənlərə qarşı döyüşmək. Və qatilu fi sabilillahillezine yuqatilunakum. Bəqərə surəsi 190-cı ayə. Allah Teala buyurur ki, Allah yolunda sizə qarşı döyüşənlərlə döyüşün. Summa furida aleyhim qitalul müşrikin kaffatan. Ondan sonra bütün müşriklərlə döyüşmək fərz olundu. Yəni fərz oldu, fərziyyət. Allah Teala buyurur: "Və qatilul müşrikina kaffatan kema yuqatilunakum kaffa." Tövbə surəsi 36-cı ayə. Müşriklərlə bütövlüklə döyüşün, necə ki onlar sizə qarşı bütövlüklə döyüşürlər. Yəni döyüşün burada əmrdir, fərziyyəti bildirir. Sonra gəlir Allah Resulü sallallahu aleyhi ve sellem bəzi xüsusiyyətləri haqqında. Və kana Rasulullah sallallahu aleyhi ve sellem yubayi'u ashabahu fil harbi ala an la yafir. Və Allah Resulü sallallahu aleyhi ve sellem öz sahabələrini beyət etdirirdi ki, döyüşdə, yəni döyüş meydanından qaçmasınlar və bəzən beyət edirdi ölümə qədər, bəzən beyət etdirirdi cihada, bəzən beyət etdirirdi İslama, yəni bu kimi beyətlər var idi. Və bəyəhum aləl hicrə qabləl fəthi, həmçinin fəthdən qabaqki hicrətə də beyət etdirmişdi. Və bəyəhum aləl təvhid və iltizami taatillahi və rasulihi, həmçinin beyət etdirmişdi təvhid üzərində və Allah və Rəsula itaət etməkdə mültəzəm olmağa. Həmçinin beyət etmişdi bir neçə nəfərə sahabələrdən ki, heç kəsdən heç nə istəməsinlər. Yəni beyət, sahabələr beyət edib Allah Rəsulü sallallahu aleyhi ve sellemdən bəzi sahabələr ki, heç kəsdən heç nə istəməsinlər. Fəkənə sut yasqutu min əhədihim. Və gördün ki, onlardan birinin bir qamçısı əlindən düşərdi minikdə olarkən. Fəyənzilu fəyəxuzuhu. Özü düşürdü minikdən və götürürdü. Heç kəsdən heç nə istəmirdi. Hətta xırda şey belə, çünki nə etmişdi? Beyət etmişdi.
وكان يبس البعوث يأتونه بخبر عدوه ويطلع الطلاء ويبص الحرص والعيون حتى لا يخفى عليه من أمر عدوه şey. Bəzən deyir Allah Resulü sallallahu aleyhi ve sellem düşmənindən xəbər almaq üçün kəşfiyyatçılar, agentlər, şpiyonlar göndərirdi ki, düşmən barəsində, yəni məlumatı olsun deyə. Və kən izə ləqi aduvahu da Allah və stənsara bihi və düşmənlə qarşılaşdığı zaman Allah'a dua edib ondan yardım istəyərdi. Və aksara huva və ashabuhu min zikrilləhi, o və əshabları Allahı daha çox zikr edib, daha çox yalvarardılar həmin anlarda. Və kənə kəsirul müşavirə li ashabihi fil cihad, və çoxlu cihad haqqında, cihad mövzularda deyir, öz sahabələri ilə müşavirələr aparırdı. Və kənə yaxtalifu fi saqatihim feyezci ad-daifə və yurdifu al-munqati'ə. Və deyir, həmçinin ordunun özündə bəzən deyir arxasında, bəzən deyir, yəni zəifi qovaraq, bəzən də ki ordudan geri qalanı öz tərkinə alaraq yardımlaşırdı. Və kəni izə ərada əl-ğazv varra bi qeyrihə. Və deyir, yürüşə çıxmaq istəyən zaman təvriyə edirdi. Başqa yeri, başqa istiqaməti bildirirdi, amma gedirdi başqa istiqamətdə. Yəni yürüşə çıxanda hilələr işlədirdi. Və kənə yurattibul ceyş vəl-müqatilə və yec'əlu fi kulli cənbə kəffən ləhə. Və deyir, özü şəxsən, yəni ordunu tərtib edirdi, yəni cinahlarını, ortasını, yəni bu kimi şeyləri yəni tərtib edirdi. Düzürdü, qoşurdu. Və kənə yübəriz ben yedeyhi bi əmrihi, və özü də yəni ordunun qarşısında çıxış edirdi. Və kənə yelbisu lil-hərb uddətəhu, və müharibə üçün özünün yəni döyüş geyimləri var idi. Yəni özünün zirehləri var idi. Və kən ləhu əlviyə, həmçinin bayraqları da var idi. Və kən izə zahirə alə qavmin əqamə bi ursatihim sələstə thumma qafəl. Və deyir, bir ərazini, bir qövmü ələ keçirəndən sonra, bir ərazini ələ keçirəndən sonra 3 gün orada qalıb, ondan sonra geri qayıdırdı. Yəni özləri geri qayıdırdı. Yəni artıq oranı fəth eləyəndən sonra. Və kən izə ərad ən yuğir yantazir. Və deyir, qəflətən hücum etməkdə gözləyərdi. Əgər müazzin azan verərdisə, hücum etməzdi. Yəni qəflətən səhərə yaxın xüsusən yəni hücuma keçirdi də. Yəni əgər azan səsi, fəcrin səsi gəlməzdisə, onda hücum edərdi. Və kən yuhibbul xuruc yawmul xamis bukratan. Və xoşlayardı 4-cü gün səhər tezdən çıxsın. Və kən izəştəddəl bəs ittaqu bihi və kən əqrabuhum iləl-adov. Və deyir, döyüş deyir, qızışanda deyir, sığınardılar deyir Allah Rəsuluna sallallahu əleyhi və səlləm, və o deyir düşmənə daha yaxın idi işlərində. Və kən yuhibbul xuyala fil harb. Döyüş zamanı deyir, özündən razılıq, lovğalığı sevərdi, yəni insandan ki, yəni özünü nümayiş etdirsin, qorxuzaraq düşməni də, yəni. Və yənhə an qatl nisa vəl vildan, və həmçinin deyir, qadınları və uşaqları öldürməkdən çəkindirərdi, qadağan edərdi. Və həmçinin Quranı deyir, düşmən torpağına deyir, özü ilə daşımağı da qadağan etmişdi ki, düşmən ələ keçirməsin deyə. Sonra gəlir əvvəl liva əqadahu Rasulullah sallallahu aleyhi ve sellem. Yəni Allah Rəsulü təyin etdiyi ilk, yəni İslamda ilk bayraq. Bu da yəni Allah Rəsulü sallallahu aleyhi ve sellem necə ki Musa ibn Uqbə öz kitabında yazır, Həmzə ibn Abdülmuttalibin hələ ki ordu yox, nə deyirlər, balaca dəstəsində olmuşdu. Bu da yəni Ramazan ayında, yəni hicrətin ilk ilində baş vermişdi. Bə'sahu fi sələsin raculan minəl muhacirin, yəni 30 nəfər muhacirləri göndərmişdi başında, yəni Həmzə ibn Abdülmuttalib idi ki, bunlar göndərilmişdi Qureyşin Şamdan gələn karvanını ələ keçirsinlər, qarşılasınlar yəni. Yəni işlərində yəni o karvanın 300 nəfər kişi var idi. Abu Cəhil də başçılıq edirdi o karvana. Gəlib çatırlar Seyful Bəhr
deyilən bir yerə, o da yəni Əl-İs adlı nahiyədədir, dəniz qırağıdır. Təxmini yəni Məkkədən dəniz qırağına tərəfdə elə ki. Fəltəqo vastafo lil-qitali və qarşılaşırlar və hazırlaşırlar artıq yəni döyüş üçün. Fəhəcəzə beynəhum Məcdi ibn Amr əl-Cühəni və aralarına girir, yəni bu iki tayfanın arasına girir ki, Məcdi ibn Amr əl-Cühəni ki, yəni aralarında döyüşün hələ ki olmaması üçün, çünki hər iki tərəfin hələ ki sülh məramlısı idi. Ona görə əl çəkirlər, döyüşmürlər bir-biri ilə. Sonra deyir ki, Ubeydə ibn Hərisin dəstəsi, yəni növbəti hələ ki yürüşlər, yəni o dövrdə hicrətin ilk illərində yəni müsəlmanlar karvanlara hücum edirdilər də daha çox. Qureyşlilərin, müşriklərin karvanlarına. Və Ubeydə ibn Həris deməli, sonra bəsə Ubeydə ibn Həris ibn Abdülmuttalib ibn Abdülmənaf, yəni Ubeydə ibn Həris ibn Abdülmuttalib ibn Abdülmənafi Şəvval ayında, həmin ildə, yəni eyni bu ildə, Şəvval ayında, yəni o Ramazanda idisə, ondan sonra Şəvval ayı gəlir də, Şəvval ayında göndərir balaca bir dəstə ilə Rabix deyilən yerə, Rabix, yəni o da dəniz qırağı yerdir, Ciddədən sonra gəlir. Bu qoşunda da yəni 60 mühacir var idi. Fələqiyə Əbə Sufyan ində Rabix və qarşılaşırlar Əbu Sufyanla Rabixdə. Yenə də karvanın üstünə də hücum idi. Fəkənə beynəhumur rami və aralarında yəni ox atışması oldu, lakin qılınc çıxartmadılar. Elə belə qarşılaşma ilə dayandılar, qayıtdılar geri. Və kənə Səd ibn Əbi Vakkas əvvəl mən ramə bi səhmin fi səbilillahi thumma sarfa al-fariqan. Və ilk deyir, yəni ox atan, yəni İslamda Səd ibn Əbi Vakkas oldu Allah yolunda. Sonra yəni iki tayfa, yəni dəstə, yəni ayrıldılar, bu cürünə getdilər. Sonra növbəti yürüyüş Səd ibn Əbi Vaqqasın qoşunu idi. Yəni dəstələrdir, bu qoşun demək olmaz, dəstələrdir, balaca dəstələrdir. Sonra bə'sə Səd ibn Əbi Vaqqas fi Zilqadə ayında, artıq yəni Şəvvaldan sonra Zilqadə ayı gəlir də, yəni Zilqadə ayında eyni ildə Xarrar deyilən bir bölgəyə, Hicaz tərəfdədir, ora göndərir ki, orada da Qureyşlilərin karvanını ələ keçirsin. Və deyir, yəni o tapşırır ona ki, Xarrarı keçməmiş, yəni Xarrar deyilən yerdən o tərəfə keçməsinlər. Yəni ora qədər getsinlər, tapşırır ki, ondan o tərəfə getməsinlər. Onlar 20 nəfər olurlar. Fəxaracu alə əqdəmihim yəsiruna billeyl. Və ayaqla gedirlər. Gecə vaxtı gedirdilər, 20 nəfər. Gündüz vaxtı da gizlənirlər. Hətta bələğul Xarrara çatırlar bu formada. Fəvəcədu əl-əyra qad mərrat bil-əms. Gəlirlər, çıxırlar, görürlər ki, karvan artıq dünən axşam getmişdi artıq. Yəni çatmırlar karvana. Ondan sonra hicrətin 2-ci ili daxil olur və Allah Rəsulü sallallahu aleyhi ve sellem özü şəxsən, yəni ilk yürüşüdür də, Əl-Əbva adlı yürüş. Yəni Əl-Əbva yer adıdır, o ilə bağlıdır. Yəni Allah Rəsulü sallallahu aleyhi ve sellemin özünün ilk yürüşü bura olub. Və kənət əvvəlil qazva qazəhə Rasulullah sallallahu aleyhi ve sellem binəfsihi. Yəni ilk Allah Rəsulü sallallahu aleyhi ve sellem özü şəxsən yürüşə çıxdığı yürüşdü. Xaraca fil muhacirinə xassatan, xüsusi olaraq ancaq burada muhacirlər idi, onlarla birgə çıxmışdı. Qureyşin yenə də karvanını ələ keçirmək üçün, lakin yəni buna nail ola bilməyiblər. Və fihə vədə bəni damura alə ən lə yəğzuhum, yəni həmin o yürüşdə Bəni Damura qəbiləsi ilə vədləşir ki, bunlar onlara qarşı yürüş etməyəcəklər, onlar da bunlara qarşı yürüş etməyəcəklər, nə də ki, düşmənlərinə də yardım etməyəcəklər. Yəni, vədləşirlər bu cürlər. Ondan sonra Bəvat adlı, bu dağ adıdır, yürüş gəlir. Bundan sonra Allah Rəsulü sallallahu əleyhi və səlləm çox yürüşlərdə özü iştirak eləyib
Bu da Rabiul Əvvəldə baş verir, yəni hicrətin 2-ci ilində. Xaraca ya'taridu İra lil Qureyş fiha Umeyyə ibn Xalif. Yəni Qureyşin karvanını ələ keçirmək üçün başçılıq edirdi karvana Umeyyə ibn Xalif və yanında da 100 müşrik var idi. Və bələğə Bəvat, çatır həmin dağ tərəfə, Bəvat adlı Cüheynədə yerləşir. Cüheynə. Burada da heç bir şeyə nail olmur, yəni geri dönürlər. Sonra çıxırlar Kurz ibn Cəbirin ardınca. Yəni Kurz ibn Cəbir Əl-Fəhri elə bil ki, Mədinədən gəlir, çobanları, elə bil ki, qoyunları ələ keçirir, qaçır da, elə bil ki. Müsəlmanların qoyunlarını ələ keçirir, qaçır. Və Allah Resulü sallallahu əleyhi və səlləm 70 sahabə ilə ardınca düşür. Gəlib çatırlar Saffan deyilən bölgəyə, yəni Bədir tərəfdə, Mədinənin yaxınlığındadır. Lakin yəni qaça bilir, çatmırlar ona. Ondan sonra növbəti yürüşü Əl-Əşira adlı yürüşdür. Bu da Cümədə Əl-Əxir ayında baş verir. 150 nəfər mühacirlər çıxırlar. Şama gedən Qureyş karvanını ələ keçirsinlər deyə. Şama gedən Qureyş karvanını ələ keçirsinlər deyə. Və xarac fi sələsinə bəira yətəaqəbunəhə. Və 150 nəfərin hələ bir ki 30 dənə dəvəsi var idi. Yəni bu cürünə gedirlər. Və bələğəzil əşirə min nəhiyyətin Yanbu. Yanbu tərəfə çatırlar Zul Əşirə adlı yerə. Və vəcədəl İrə fəətəthu bi əyyəm. Və görürlər ki, həmin o karvan bir neçə gün bundan qabaq artıq getmişdi. Yəni gecikiblər bu qədər. وهي التي خرجوا لها يوم بدر لما جاءت عائدة من الشام. Bu həmin o karvandır ki, Bədir günü həmin o karvanı Şamdan qaydan başı ələ keçirmək istəyiblər. Həmin o karvandır. O vaxtı çatmırlar ona. Qabaqda gələcək Bədir yürüşü. Bədir yürüşündə də bu karvanı ələ keçirmək, qaydan karvanı, artıq Şamdan qaydan karvanı ələ keçirmək istəmək üçün çıxırlar, həmin bu karvandır. Və yolda da həmçinin Bəni Midləş qəbiləsi ilə sülh bağlayır. Necə ki, Bəni Damura qəbiləsi ilə sülh bağlamışdı bundan qabaq, bunlarla da həmçinin. Sonra Abdullah ibn Cəhşi göndərir Nəxlə deyilən yerə Rəcəb ayında 12 nəfər mühacir gedir. Hər ikisi, iki nəfərə elə bir ki, bir dəvə düşürdü də. 12 nəfər, 6 dənə dəvə. Fəvasalu ilə Nəxlə, gəlib çatırlar Nəxləyə və puskuda gözləyirlər karvanı, Qureyşlərin karvanını. Və Allah Resulü sallallahu aleyhi ve sellem tapşırır ki, bir məktub yazır, tapşırır ki, müəyyən bir yer qət edəndən sonra açarsan. Deyir ki, əllə yanzura fihi hətta yəsirə yevmin. 2 gün gedəndən sonra deyir o məktubu açıb oxuyarsan. Həmin vaxtda açma. Fələmmə fəthəl kitab izə fihi və deyir gəlir çatır 2 gündən sonra açır. Görür ki, orada yazılıb ki, izə nəzarta fi kitabi həzə fəmdi hətta tənzilə bin nəxlətin beynə Məkkə və Taif. Deyir bu kitaba deyir bu yazıya artıq nəzər saldığın vaxtdan bil ki, Nəxlə tərəfədir getməlisən. Bu da Məkkə ilə Taif arasındadır. Yəni istiqaməti orada verir. Hələ bir ki çıxırsan. Hələ bilmirsən. İstiqamət verilib, amma dəqiq yer verilməyib. 2 gündən sonra açırsan məktubu. Məktubda yazılıb ki, haradır dəqiq koordinatlar. Məkkə ilə Taif arasında. Və orada yəni puskuya dururlar. Ki, deyir orada puskuya durun, Qureyşlərdən yəni məlumat öyrənin bizim üçün. Məktubda belə yazılır. Fəəxbər əshabu bizəlikə və əxbərəhum ənəhu lə yəstəkrihuhum fəqalu səmən və taətən. Və o da öz yoldaşlarına xəbər verir, yəni dəstə başçısı. Və onlar da hələ bir ki, imtahan kimi də bilmirsən hara gedirsən, sonra bir filan vaxtdan sonra sənə deyilir ki, filan yerə get, zat. Onlar da deyirlər ki, eşitdik, itaət etdik. Yəni o cürünə onlar yəqin idilər.
bu məsələlərdə. Fələmmə kənə fi əsnəd tariq Abdallah Sa'd ibn Əbi Vaqqas və Utbə ibn Qazvan bə'irəhumə. Qaydan başı deyir, yəni Sa'd ibn Əbi Vaqqasla Utbə ibn Qazvan bir dəvənin üstündə getmədilər. O dəvəni itirirlər. Düşürlər hərə bir axtarır, hərə bir tərəfdə. Nəticədə Naxl deyilən bölgədə görüşürlər. Sonra gəlir Qatl Amr ibn al-Xadrami. Qatl ibn Xadrami, yəni Amr ibn Xadraminin yəni öldürülməsi haqqında. Bu da kimdir? Fəmmərrat bihim ayr Qureyş təhmilu zəbibən və ticarətən fihi Amr ibn al-Xadrami. Yəni Qureyşin karvanı keçir. Amr ibn al-Xadraminin yəni başçılığı ilə karvanda da nə daşıyırlar? Müəyyən ticari məhsullar daşıyırlar və üzüm olur. Və yaxud yəni üzüm məhsulu olur, çaxırlar, zadlar olur, bu kimi şeylər. Fəqataluhu və sarru, onu öldürürlər. Amr ibn al-Xadramini öldürürlər. Osmanla Nəufəli, Abdullah ibn Muğeyranın övladlarını girov əsir götürürlər. Bir də ki, Həkəm ibn Keysəni, onların yəni azad etdiyi qulu da, yəni. Fəqalil muslimun nəhnu fi əxri yevm min Rəcəb. Və müsəlmanlar deyirlər ki, biz Rəcəbin deyir axırıncı günündəyik. Rəcəbin axırıncı günündəyik. Yəni Rəcəb ayının axırıncı günü nədir? Bundan sonra gəlir Haram ayı. Yəni Rəcəb ayından sonra, yəni Rəcəb ayının axırıncı günündəyik. Ondan sonra gəlir artıq nə? Haram aylar. Fin qatelnəhum, daha doğrusu yəni Rəcəb ayının axırıncı günü, Rəcəb ayı özü yəni haram ayıdır da, hə? Fin qatelnəhum intəhəknə əş-şəhrəl haram. Əgər biz bunları öldürsək, haram ayın yəni ki şey eləyəcəyik də, pozacağıq. Un təraknəhum leylətən dəxəlül haram. Əgər deyir gecəni buraxsaq, nə olacaq? Onlar gedəcək, girəcək Məkkəyə. Sonra bizə qarşı ordu toplayacaqlar. Fərəmə əhəduhum Amr ibn al-Xadrami. Onlardan biri, yəni Amr ibn al-Xadramini vurur, öldürür və Osmanla Həkəmi əsir götürürlər. Nəufəl isə sıyrılıb qaça bilir. Yəni üçüncü hələ bir ki əsir çıxır aradan, qaçır. Thumma qadimu bil ba'ir wal asirayni hatta azalu min zalikal khums. Sonra gətirirlər bunları, yəni iki əsiri və qənimətləri hamısını gətirirlər, yəni bu karvanın zadı Mədinəyə və oradan yəni xumsunu ayırırlar. İlk xums onda olub da, yəni İslamda. Xums nədir? 5də 1 pay. Allah Rəsulunun onun ailəsinə düşən, yəni və kasıblara düşən nədir? 5də 1 xums. Fəkənə əvvəl xums fil İslam. İslamda ilk xums bu idi. Və əvvəl qatl fil İslam və İslamda ilk qətil də məhz bu idi. Və ilk əsir tutmaq da məhz bu idi. Bundan qabaq ancaq ox atmışdılar bir-birlərinə, yəni döyüşmək istəyiblər, döyüşməyiblər. Amma ilk yəni qan tökmək, öldürmək, əsir almaq, xums bölmək, yəni qənimət ələ keçirmək bunda olub. Fəənkərə Rasulullah sallallahu aleyhi ve sellem mə fəaluhu və Allah Rəsul sallallahu aleyhi ve sellem onların etdiyini yəni pis qarşılayır. Vəşdəddə inkar Qureyş lizəlik. Qureyş biraz da şiddətli qarşılayır ki, yəni bunlar haram aya girirlər. Yəni özlərini ki, heç bundan qabaq onsuz da qınaqları çox idi. Əllərinə hələ bir fürsət də keçir ki, gördünüz, yəni bunlar batil üzərində, bunlar haram ayda saymırlar. Yəni bu iddialar, zatlar qaldırırlar. Deyir ki, fəqalu qad əhəllə Muhammed əş-şəhrəl haram. Artıqdır Məhəmməd deyir, haram aylarını belə girişib, yəni onları halallaşdırıb. Vəşdədə aləl muslimin zəlik və müsəlmanlar üçün bu ağır gəlir də. Allah Taala bu ayəni nazil edir o haqda. Bəqərə surəsi 217-ci ayəni. Yəsəlunəkə aniş-şəhril harami qitalin fihi. Səndən deyir, haram ayları barəsində soruşurlar. Orada aparılan döyüş barəsində. Qitalin fihi. Qul qitalun fihi kəbir. De ki, orada deyir, döyüş etməkdir, böyük bir şeydir. وَالصَّدُّ عَنْ سَبِيلِ اللّٰهِ وَكُفْرٌ بِهِ وَالْمَسْجِدِ الْحَرَامِ وَإِخْرَاجُ أَهْلِهِ مِنْهُ أَكْبَرُ عِنْدَ اللّٰهِ. Lakin deyir, Allah yolundan deyir, saptırmaq, yayındırmaq
küfür etmək Allaha qarşı, onun Məscidül Həramına qarşı və onun əhlini, yəni Məkkə əhlini diyarından çıxartmaq Allah qatında daha böyükdür. Fitnə deyir, yəni döyüşdən daha böyükdür. Yəni etdikləri bu şeyləri özləri görmürlər. Haram aydan danışırlar Qureyşlilər. Etdikləri özləri qat-qat böyük şeylər edirlər. Yəni haram ayına gəlib bahana keçibərlər. Ya haram ayını pozdu. Bu böyük bir şeydir, amma ki ondan böyük şeylər var. Onları siz edirsiniz. Yəni nəyi ki inkar edirsiniz bizə, özünüz qat-qat böyüyünü edirsiniz. Yəni Allaha küfr etmək, Allah yolundan azdırmaq, onun evindən azdırmaq, müsəlmanları oradan çıxartmaq Allah qatında qat-qat böyük günahdır. Nəinki siz dediyiniz, iddia etdiyiniz haram ayları. Və sonra gəlir, yəni ona görə Allah Taala deyir ki, el-fitnetu fitnə deyir, yəni döyüşdən daha böyükdür. Fitnənin mənaları gəlir burada. Yəni fitnə nə mənasında keçir burada? Fitnənin bir çox mənaları var Quranda keçən. Yəni burada ən bariz mənası fitnənin şirkdir. Yəni bu mövzuda şirkdir. Ona görə Allah Taala buyurur ki: "Və qatiluhum hatta la takuna fitnə." Siz onlarla döyüşün ta ki fitnə olmayınca. Yəni yer üzündən şirk qalxana kimi, yəni fitnə qalxana kimi döyüşürsüz. Yəni döyüş nə vaxt bitəcək? Nə vaxt cihad bitəcək? Nə vaxt ki fitnə bitəcək? Nə vaxt ki şirk bitəcək? Nə vaxt ki tövhid bərqərar olacaq? Onda döyüş bitir ancaq. Bəqərə surəsi 193-cü ayə. Həmçinin Allah Taala buyurur: "Thumma lam takun fitnatuhum illa an qalu wallahi rabbina ma kunna müşrikin." Sonra onların bir fitnəsi yalnız belə demələri oldu ki, onlar deyirlər ki: "Qalu wallahi rabbina." Vallahi Rabbina deyir. And olsun ey Rəbbimiz, mə kunna müşrikin. Biz müşrik deyildik. Yəni onun fitnəsi, yəni şirk etməsinə özü etiraz edir ki, şirk etdik, sonuçda biz müşrik deyildik. Boyunlarını almırlar. Ey ləm takun aqibətu şirkihim və axiratu əmrihim illə ən ənkaruhu və təbərrəu minhu. Yəni sonucdadır, onlar deyir, öz şirklərindən boyun qaçırmaq istəyirlər. Biz müşrik deyildik. Sonuçda özlərini şirkdən bəraət etmək istəyirlər. Ona görə Allah Taala bunu fitnə adlandırır. Və həqiqətuhə əş-şirkəl-ləzi yəd'u ileyhi sahibuhu və yuaqib mən ləm yüfəttit və ləhəzə qalə həqiqətidir şirk odur ki, əlləzi yəd'u ileyhi sahibuhu, yəni şirk deyir o şeydir ki, yəni o fitnə o şeydir ki, orada həqiqəti odur ki, o mənanın, yəni onlar özləri şirk edirlər və şirk edən hələ üstə gəl öz şirkinə başqasını da çağırır. Hansı ki, şirkə o fitnəyə düşməmiş kəsi də çağırır. Və onun üzərində hələ bir ona əzab da verir. Necə ki, Allah Taala buyurur: "İnnellezine fetenul mu'minina vel mu'minati thumma lam yatubu." O kəslər ki, deyir, mömin kişi və mömin qadınları fətənu, imtahan edirlər, yəni fitnəyə salırlar, yəni şirkə salmağa çalışırlar, öz dinlərinə salmağa çalışırlar və hələ bir tövbə də etmirlər. Yəni bu ayət təfsir olunub möminlərin əzab olunması ilə, onları odla cəzalandırması ilə, yandırması ilə ki, onlar nədir ki, bunların şirk dininə girmək istəməyiblər deyə. Yəni fitnə burada bu mənadadır. Və bəzən fitnə deyir, başqa mənalarda da işlənir. Məsələn, asilik mənasında işlənir. Necə ki, Allah Taala buyurur Tövbə surəsi 49-cu ayədə: "Və minhum men yaqulu zina li və la taftinni." Onlardan da elə bəziləri var ki, deyirlər ki, bizə izin ver, bizi yəni asiliyə sövq etmə. Asiliyə sövq etmə yəni. Yəni və la taftinni, yəni bizi fitnəyə salma mənası nədir? Bizi asiliyə sövq etmə. Burada asilik mənasındadır. Həmçinin fitnə işlənir bir kişinin öz ailəsində, malında, övladında, qonşusunda. Buna da fitnə deyilir. Həmçinin yəni İslam əhli arasında olan fitnələr bu cür də mənada işlənir, gəlir mənalarda. Əməlləti yudifuhallahu li nəfsihi fəhiyyə bimanal imtihan. Qaldı ki, Allah Taala özünə deyir, aid etdiyi, yəni Allahın fitnəsi.
Bu imtahan mənasındadır. Bu, yəni sınaq mənasındadır, ibtila mənasındadır. Yəni sınağa çəkmək, bəlaya salmaq. Yəni Allahın fitnəsi nədir insanlara? Onu imtahana, sınağa çəkməsidir. Və bundan sonra gəlir artıq yəni Bədir hadisəsi. Bunu da inşallah saxlayaq gələn dəfəyə. Subhanakallahumma və bihamdika əşhadu an la ilaha illa ente estağfiruke və etûbü ileyk.